Yazı perimetri 20 olan rombun kvadrat olmayan sahəsinin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərinin cəmini Evet. tapın. Maraqlıdır. Perimetr nədir? 4A-dır. Deməli, bunun tərəfi nə qədər eləyəcək? 4A. 5. Düzdürmü? Və bu deyir kvadrat deyil. Kvadrat deyilsə, balalar, kvadrat 4A. deyilsə, diqqətli olun. Kvadrat deyilsə, bucaq 90 deyil. Onda bunun bucağına alfa desəm, bax, çaşdırıcı sualdır. Sahəyə A kvadratı vurulsun sinus alfaya görə, sahamız olur 25 dənə sinus alfa. İndi bax, şagird çaşır, deyir, onda sinusu 1 götürüm, ən böyük deyirsə. Biz gedirik trigonometriyaya. Trigonometriyadan burada birinci və ikinci rübun bucaqları var. Ona görə bu sahə sıfırdan böyük olur və 25-dən kiçik olur. Çünki 1 verə bilmirəm. 1 versəm kvadrat olacaq. Anla. Nə deyir? Kvadrat olmayan deyir. Bax, indi sahəniz bu aralıqda dəyişildi. Ala biləcək ən balaca tam qiymət 1-dir. Ən böyük tam qiymət nədir? 24-dir. Onda bunları toplayanda nə qədər eləyəcək? Başa düşdünüz? Sənə nə deyir? Ala biləcək ən böyük və ən kiçik. Məsələn, ola bilərdi, deyərdi, fərqini tap. Bildiniz niyə 25 götürə bilmədim? 25 götürsəm sinus 1 olur. Biri də harda alırdı? Kvadrat olmalı. Anladın?